xeyir, xoş gördük sizləri. Mən Nailə Axundova. Bugün sizlərlə 2024 DİM nəşrlərindən birinci qruplar üçün 20 sınaq kitabının 13-cü sınaq imtahanının suallarının izahlarını paylaşıram. Gedək suallara. Çalışma 1. A və B natural ədədlərinin rəqəmləri cəmi uyğun olaraq 119 və 640 olarsa, A üstü 5, B üstü 33 ədədinin 9-a bölməsindən alınan qalığı tapın. Necə tapırıq? A ədədinin rəqəmləri cəmini bölürəm 9-a. Onun rəqəmləri cəmi zaten 119-dur. 9-a böldükdə 119-u. Mənə tam sizə lazım deyil də, düzdürmü? Yəni burada duran qismət, natamam qismət lazım deyil. Mənə lazımdır qalıq. 117 bölünür də 9-a. Yəni 13 dəfə düşür. Qalığımız neçə olur? Qalıq 2-dir. Həmin o 2-ni götürürəm. 2-ni 5 dərəcədən qüvvətə yüksəldəcəm. Qalığı götürürəm. Qalığı 5 dərəcədən qüvvətə yüksəldirəm. Vurulsun. 640-ı bölürəm 9-a. Hətta 640-ı böləndə də özünü 9-a. Onun da rəqəmləri cəmini götürüb bölə bilərəm. Misal üçün, bunun rəqəmləri cəmi nədir? 10, düzdür. 10-u bölürəm 9-a. Bir dəfə də 10-u da bir toparlayıram. Rəqəmləri cəmi 10. 10-u bölürəm 9-a. Qalığı qalır 1. Düzdür. Həmin o 1-in üstü 33. Bu elədimi 32. Yenidən 32-ni bölürəm 9-a. 32-ni də böləndə 9-a. Qalığımız nə qalır? 5. Cavabımız Y variantı. Demək, ümumi strategiya nədir? Belə bir misal tiplərində bu cür bilin. A vurulsun, tutaq ki, hər hansısa bir ədədini istəyirəm ki, böləm, tutaq ki, 4-ə. Hətta burada bir kvadratım var, bir də üzərinə gəl, hər hansısa bir C-im vardı. Misal üçün olsun 5 deyək. A-nı 4-ə bölürəm, qalığını götürürəm, B-ni 4-ə bölürəm, qalığını götürürəm. O qalıqları vururam bir-birinə, mötərizən kənar kvadrat var. Kvadrata yüksəldirəm, üstünə 5 gəlirəm, yenidən bölürəm 4-ə. Və bu qaydanı tətbiq edə bilərsiniz. Gedək çalışma 2-yə. Deyilir ki, verilmiş tənliyin kökləri x1 və x2 üçün belə bir bərabərlikdən P-ni tapın. Birinci Viet teoreminə görə x1 ilə x2-nin cəmi P-3-dür yazıram. x1 vur x2 bərabərdir, sərbəst həddimiz 12-dir. x1 x2-nin yerinə yazacağım 12. x1 kubu üzərinə gəl 12 bərabər 20-dirsə, onda x1 kubumuz olacaq 8. x1 də bərabərdir 2-yə. Əgər x1 2 isə yerinə yazıb x2-ni tapacağım. Onda x1 x2 12-dirsə 2x2 12-dir. x2-miz olacaq 6. Gətir burada yerinə yazıram. 2 plus 6 bərabərdir. P çıxılsın 3. P də bərabərdir 11-dir. Cavabımız A variantı. Çalışma 3. Belə bir bərabərlikdən m çox n fərqini tapın. I xəyali vahiddir. Gəlin, surəti kvadratlar fərqi kimi ayıraq. Amma bu 25-i yaza bilərəmmi mən? Çıx 25-i kvadratı. 4x kvadratı çıxılsın 25. I kvadratı bölünsün. 2x üstə gəl 5-i bərabərdir. mx üzərinə gəl n çıxılsın 2. Gəlin, surəti kvadratlar fərqi kimi ayıraq. 2x çıxılsın 5i. Vurulsun 2x üzərinə gəl 5-i. Bir də bölünsün 2x üzərinə gəl 5-i. Bu da bərabərdir. mx üzərinə gəl n çıxılsın 2i. Bu ikisi ixtisar getsə, geriyə qaldı mı? 2x minus 5-i bərabərdir. mx üzərinə gəl n çıxılsın 2. Heç bunu sol tərəfə keçirib, x-ləri bir qruplaşdır, i-ləri bir qruplaşdır etmərəm. Necə edərəm? Solun, fikir verin, həqiqi hissəsinin əmsalı 2-dir. Sağın həqiqi əmsalının həqiqi hissəsinin əmsalı m-dir. Yəni m-i bərabər eləyərəm 2-yə. m2-dir nağdır. Solda i-nin əmsalı -5-dir. Sağda i-nin əmsalı n çıxılsın 2-dir. n də bərabərdir -3-dür. Son. Gətirib burada yerinə yazıram. 2 çıxılsın -3. Cavabımız 5-dir. B variantı. Çalışma 4. F funksiyasının qrafikinin təpə nöqtəsi T-dir. Orizont oxu ilə kəsişmə nöqtəsi A olarsa, OTA üçbucağının sahəsini tapın. Baxın, tutaq ki, bu olsun bizim qrafikimiz.
Birinci bunun təpə nöqtəsinin koordinatlarını formalaşdıraq. X çıx 2-nin kvadratı çıx 4 tam kvadratı ayırıram. Çıx 12. Yəni fx funksiyamız budur. X çıxılsın 2-nin kvadratı çıxılsın 16. Orizant toxunu kəsdiyi nöqtə 0C nöqtəsidir. C-si nədir? -12. Yəni funksiyanın qrafiki baxın bu formadadır. Təpə nöqtəsinin koordinatı x-in, x-i, y-in -16-sıdır ki, bunu bizə verib A. Bu A-dır. Y oxunu kəsdiyi nöqtə bu T-dir. -12 nöqtəsidir burada. Və o nöqtəmizdə koordinat başlanğıcında. Bizdən tələb olunan bu hissənin rəngləyə bilsəm, baxın, bu mavi üçbucağın sahəsidir. Növünə görə bu üçbucaq körbucaqlı üçbucaqdır. Tərəf bu yaşıl çəkdiyimdir. O tərəfə çəkilmiş hündürlük kənarda qalır. Bura bir M yazıram. AM-dir. S üçbucaq OTA bərabərdir. Tərəf OT-dir. O tərəfə çəkilmiş hündürlük MA-dır. Böl 2. OT uzunluq etibarilə 12-dir. MA uzunluğu 2-yə bərabər deyilmi? Baxın, bu hissə ilə bu hissə eynidir də, yəni 2-dir. Bir də böl 2, cavabımız 12-dir. A variantı. Çalışma 5. Verilmiş bərabərsizliyin natural əllərinin cəmini tapın. İlk ikisində x kvadratını çıxarsam mötərizə xaricinə, x çıxılsın 40. Son ikisində 3-ü çıxarsam mötərizə xaricinə, x çıxılsın 40. Hər ikisində x çıxılsın 40-ı çıxarsaq mötərizə xaricinə, x kvadratı üstə gəl 3. X kvadratı üstə gəl 3 həmişə müsbətdir. Geriyə qalır x çıx 40. Kiçikdir 0-dan, x də kiçikdir 40-dan. Bizə də deyir ki, bu bərabərsizliyin natural əllərinin cəmini tapın. Neçə natural əlli var? 39 dənə, düzdür. Adi ədədi sistemlə də gedə bilərik. Və yaxud da ki, bu cür yadda saxlayın ki, ardıcıl natural hədlərin cəmi SN bərabərdir. Birinci və sonuncu hədlərinin cəminin yarısı vur hədlərin sayı. Yəni, S39-umuz olacaq. 1 ilə 39-un cəminin yarısı vurulsun 39. Bu da 20 vur 39. Cavabımız 780-dir. D variantı. Çalışma 6. Verilmiş ifadənin ala biləcəyi tam qiymətlərin cəmini tapın. Baxın, sinus kvadratının yerinə yazaram 1 çıxılsın kosinus kvadratı bölünsün 4 çıxılsın kosinus x. 16 çıx kosinus kvadratı bölünsün 4 çıxılsın kosinus x. Surəti də yazaram 4 çıx kosinus x vurulsun 4 plus kosinus x bölünsün 4 çıxılsın kosinus x. Bunlar ixtisar gedir. Geri qalır 4 plus kosinus x. Bilirik ki, kosinus -1, 1 parçasında qiymətlər alır. Bir dəfə 4 plus 1, 5. Bir dəfə 4 çıx 1, 3-dürsə 3, 5 parçası. Bu parçadakı tamlar 3'dür, 4'dür, 5'dir. Cevabımız 12'dir. A variantı. Çalışma 7. Verilmiş belə bir trigonometrik tənliyi həll etmək üçün əvvəlcə normal A plus B, A minus B-nin kvadratı kimi açaq. Yəni, tangens kvadratı plus 2 tangens katangens plus katangens kvadratı x üzərinə gəl. Tangens kvadratı x çıx 2 tangens katangens x bir də plus katangens kvadratı x bərabərdir 4. Bu ikisi islah olundu. Geri nə qalır? 2 tangens kvadratı üzərinə gəl 2 katangens kvadratı bərabər 4, hətta 2-yə də bölürəm. Tangens kvadratı plus bu katangens kvadratında yerinə 1 böl tangens kvadratı yazıram, bərabərdir 2-yə. Gəlin indi hər birini tangens kvadratına vurub kəsirdən azad eləyək. Nə alınır? Tangens üstü 4 alfa üzərinə gəl 1 bərabər 2 tangens kvadratı alfa. Tangens üstü 4 alfa çıx 2 tangens kvadratı plus 1 bərabərdir 0-a. Bu da tangens kvadratı alfa çıx 1-in mötərizənkənar kvadratıdır ki, yəni tangens kvadratı alfa çıx 1 bərabərdir 0-a. Tangens kvadratı 1-dirsə, dərəcənin aşağı salma düsturunu tətbiq eləyərəm. 1 çıx kosinus 2x böl 1 plus kosinus 2x bərabərdir 1-ə.
Burada kvadrat var bu arada. Çarpaz vursam 1 çıx kosinus 2x bərabərdir 1 plus kosinus 2x-ə. Sağ sol 1'lər gedir. 2 kosinus 2x bərabər 0'dırsa, yəni kosinus 2x bərabərdir 0'a. Kosinus 0'ı harda alır? Geri qalan buradan yazıram. Demək, 2x bərabər 0 alır. Pi böl 4, pi böl 2 plus pi k. 2'ye də böləndə olacaq pi böl 4 plus pi k bölünsün 2. Cavabımız Y variantı. Çalışma 8. X üstə gəl 5 ədədinin x üstə gəl 2%, 0.4 olarsa x'i tapın. Bax, x üstə gəl 5'i vururuq. X üstə gəl 2'yə bölürük 100'ə bərabərdir 0.4. Mötərizəni açsaq, x kvadratı üzərinə gəl 5x üzərinə gəl 2x üzərinə gəl 10 çarpazda vursam 0.4 vurdum 100'ə 40. Sadələşdirsək x kvadratı üzərinə gəl 7x. Bu 40'ı da keçirdim sol tərəfə çıxdım. Çıx 30. Hasili mənfi 30 cəmi 7 olan ədədləri araşdırıram. X üstə gəl 10 vurulsun x çıxılsın 3 bərabərdir 0'a. Ya x üstə gəl 10'umuz 0'dır, yəni x'imiz mənfi 10'dur. Ya da x üzərindən x çıxılsın 3 bərabərdir 0'a, x'imiz 3'dür. Sadəcə burada cavablarda müəllif burada bir müsbət qiymətinə görə cavabı yazıbdır. Cavabımız A variantıdır 3'dür. Amma bu şərt qoyulmalıdır ki, heç olmasa burada x 0'dan böyükdür. Müsbət x'in müsbət qiymətini tap. Və yaxud da ki, x'in 0'dan bu cür verilə bilər ki, bunu müsbət verər. Deyər, müsbət x plus 5, müsbət x plus 2 faizə belə bir cümlə işlədə bilər. Ona görə seçim eləyərik ki, x 0'dan böyükdür. Gedərik, burada 3 cavabını seçmiş olarıq. Cavabımız A variantı. Amma dediyim kimi şərti tam ideal yazmaq lazımdır. Çalışma 9. A kvadrat çıxılsın 3a plus 1 0 olarsa a kvadrat plus 1 böl a kvadratı ifadəsinin qiymətini tapın. Baxın, bunların hər birini bölərəm aya. Nə bilirik ki, aya böləcəyik? Baxın, verilmiş bu ifadəni tapmaq üçün mənə ya plusu ya da minusu lazımdır bu ifadənin. A plus minus 1 böl a. Bu baxımdan hər birini bölürəm aya. A çıxılsın 3 plus 1 böl a bərabərdir 0'a. A üstə gəl 1 böl a bərabərdir 3'ə. Hər iki tərəfi kvadrata yüksəldərəm. Buradan da yanaşma ortalığa qoya bilərəm. Ya bunu kvadrata yüksəldərəm. Plus 2 plus 1 böl a kvadratı bərabərdir 9. A kvadratı plus 1 böl a kvadratı bərabərdir 7. Və ya bunu yazaram. A üstə gəl 1 böl a-nın mötərizən kənar kvadrat çıx. O ikisinin hasilinin 2 misli. Zaten bunları vuranda elə 2 eləyəcək. Bu bərabərdir 3'ün kvadratı çıx 2. Cavabımız C variantı 7'dir. Çalışma 10. Verilmiş bu bərabərsizliyi həll etmək üçün 2 üstü x minus 4 kiçikdir 28. 2 üstü x çıx 4 böyükdür mənfi 28'dən. Baxın, ikinci bərabərsizlikdə 2 üstü x mənfi 24'dən zaten həmişə böyükdür. Bu mənfi sonsuzluqdan müsbət sonsuzluğa bu. Geri qaldı bu. 2 üstü x kiçikdir 28 üstə gəl 4. Yəni 2 üstü x kiçikdir 32'dirsə 2 üstü x kiçikdir 2 üstü 5'dən, x də kiçikdir 5'dən. Yəni mənfi sonsuzluqdan 5'ə qədər. Cavabımız A variantı. Çalışma 11. Bir zər ardıcıl olaraq 3 dəfə atılır. Birinci dəfə cüt ədədin, ikinci dəfə sadə ədədin, üçüncü dəfə 4 və ya 5 ədədinin düşməsi hadisəsinin ehtimalını tapın. Baxın, bir zər 3 dəfə atılırsa, cüt ədədin düşmə ehtimalı 2'də 1'dir. Nəyə görə? Ya 2 düşə bilər, ya 4 düşə bilər, ya 6 düşə bilər. Əlverişli hal 3'dür, mümkün hal 6'dır. Yəni, birincini yazaq, 2'də 1. Bunu ixtisar aparıram, 2'də 1'dir. Sonra vurulsun. İndi ikinci dəfə deyir, sadə ədəd. Sadə ədəd nə idi? Demək, 2 idi, 3 idi, 5 idi. Bu da eləyəcək 6'da 3. Yəni, 2'də 1. Vurulsun 2'də 1. Getdi üçüncünə. Üçüncü dəfə 4 və ya 5 üzünün düşməsi. 4 üzünün düşməsi də altda 1'dir. 5 üzünün düşməsi də altda 1'dir.
və yalar deyəndə alternativlərimiz var. Buna görə toplayırıq. 6-da 2, cavabımız 3-də 1-dir. Bu üçünü vururuq bir-birinə, cavabımız 12-də 1-dir. Yəni B variantı. Çalışma 12. Vermiş limiti hesabla. Gəl bunu iki üsulla deyək. Və birinci üsul, gəl bunun vuruqlarını ayıraq. Limit x yaxınlaşır 2-yə. Surət və məxrəcin hər birini vururam. Surətin qoşmasına çıx 4-ü də vururam. Kökdə x üstə gəl 14, üzərinə gəl 4-ə. X çıx 2-ni də vururam. Kök altında x üstə gəl 14, üstə gəl 4-ə. Gəlin surəti kvadratlar fərqi kimi çıxaq. Baxaq nə alınır? Biləm, burada yer eləyək yazmağımıza. Demək, bu ikisinin kvadratlar fərqi kimi çıxaq. Birincinin kvadratı x üstə gəl 14, çıx ikincinin kvadratı 16. Bu oldu mu? Baxın, x çıx 2. Burada da bir x çıxılsın ikimiz var. Məxrəci də olduğu kimi yazıram. X plus 14, bir də plus 4. Bu ikisi ixtisar getdi mi? Gətirib x-in yerinə 2 yazıram. Olur, 1 böl. Kök altında 2 ilə 14. 16 üstə gəl 4. Bu da bərabərdir. 16-dan 4 çıxır. 4-lə də 4-ü toplayıram. Cavabımız 8-də 1-dir. 8-də 1 D variantı. İndi ikinci üsul. L'Hopital tətbiq eləyərəm. L'Hopital nə idi? Surətin törəməsi böl, məxrəcin törəməsi. Normal kəsirin törəməsi deyil, L'Hopital. Normal törəmədə nə idi? Məxrəcdə məxrəcin kvadratı, baxın, U böl V-nin törəməsi. Məxrəcdə məxrəcin kvadratı, surətdə surətin törəməsi vur məxrəc, çıx, məxrəcin törəməsi vur surət. Düzdür? Amma L'Hopitalda necədir? Surətin törəməsi ayrı böl, məxrəcin törəməsi ayrı. Bax, o qaydanı tətbiq eləyirik. Surətin törəməsi eləyir. 1 böl 2 kök altında x üstə gəl 14, məxrəcin törəməsi 1, x-in yerinə 2 yazıram. 2 plus 14, 16, 4 çıxır. 2-yə vurulur, 8-ə 1. Sizcə hansı asandır? Əlbəttə ki, ikinci, düzdür. Ona görə qısa qaydalarda bilək ki, imtihanda həm zamandan qazanaq, sürətli işləyək, digər tapşırıqlarımıza da vaxt ayıra bilək. Çalışma 13. Fx funksiyası, kökdə x funksiyasının grafikinə apsisi x0 bərabər 4 nöqtəsində çəkilən toxunam, apsis oxunu hansı nöqtədə kəsir? Demək, birinci gəlin bu funksiyanın qrafikinə çəkilən toxunanın tənliyini araşdıraq. Tənliyimiz nə idi? y0 bərabərdir, y bərabərdir fx0 plus f'(x0) vurulsun, x çıxılsın x0, düzdür? Deməli, birinci nəyi tapacağım? f4'ü. Kök altında 4, 2'dir. Sonra tapıram f'4'ü. Törəməsi 1 böl 2 kökdə x. X-in yerinə 4 yazsam, bu da eləyir 4'də 1. Sonra y bərabərdir 2. Üzərinə gəl 4'də 1 vurulsun. X çıxılsın 4. Mötərizəni açıram. 2 plus 4'də 1x çıx 1. Bu da bərabərdir 4'də 1x. Üzərinə gəl 1. Yəni funksiyamız budur. Y bərabərdir 4'də 1x. Üzərinə gəl 1. Bizə də deyir ki, apsis oxunu hansı nöqtədə kəsir? Deyir, yəni get y-in yerinə 0 yaz. Çünki apsis oxunu kəsir nöqtədə. Y 0'dır. 4'də 1x üzərinə gəl 1. 0'dırsa 4'də 1x mənfi 1'dir. X'imiz mənfi 4'dür. Onda nöqtəmiz mənfi 4, 0'dır. A variantı. Çalışma 14. Vermiş integral tapmaq üçün birinci gəlin onu sadələşdirək. Surətdə x-i çıxarsam, x çıx 3 bölünsün, x çıx 3 dx. İkinci kəsrin surətində 2-ni çıxarsam mötərizə xaricinə x çıxılsın 3, böl x çıxılsın 3 dx. X çıx 3'lər ixtisar gedir. Demək, x dx çıx integral 2 dx. Bu da bərabərdir. X kvadratı bölü 2 çıx 2x. Üzərinə gəl C. A variantı. Çalışma 15. 684'dən kiçik natural ədədlərdən 4'ə bölünənlər A çoxluğunu, 5'ə bölünənlər B çoxluğunu əmələ gətirir. Bizdən soruşulur A ilə B-nin kəsişməsinin elementlərinin sayı. Araşdıracaq 4 ilə 5'in əkobunu. Əkob 4, 5 bərabərdir 20'dir. Həmin o 684'ün içində
Nə qədər 20-yə bölünən varsa, o qədər də elementi vardı. Yəni n bərabərdir. Bunu böldükdə mənə onun tam hissəsi lazımdır. Neçədir? 34. Cavabımız Y variantı. Əslində 684-ü götürmürük də, nəyə görə? Ondan kiçik deyil, zaten 684 götürdüm birbaşa. Çünki 683 ədədindən hesablayacaq. Çünki orada bir kiçik sözü vardı axı. Onsuz da bilirəm ki, 684-dən də 3-dən də kiçik, orada 680-də də. 680 bölün 20-yə cavabımız 34 olacaq. Çalışma 16. Verilmiş bu ədədin tam hissəsini araşdıraq. Gəlin, kökaltı ifadələri birinci nəyinsə kvadratdır. Onu müəyyən eləyək ki, bunlar nəyin kvadratdır? Bu necə müəyyən olunur? Bilməyənlər üçün bir dəfə onun bir strategiyasını, algoritmini deyək. Bax, bu 9 istəyir burada fərq yoxdur. A kvadrat plus B kvadratdır. Həmin bu 4 kökdə 5. Bu elə bir bizim 2 AB-miz. Yenə ikisində də eyni. Sadəcə plus minus fərqlənir də. Demək, nə edirəm? Birinci, köklə bağlı olanı bölürəm 2-yə. O 2 hansı 2-dir? Bu 2 AB-nin ikisidir. Qaldı 2 kökdə 5. Bunu bölürəm 2-yə. Qaldı 2 kökdə 5. Bu bizim elə bir AB-mizdir. Bunun mümkün vuruqlarına baxıram. 2 kökdə 5 vur 1, 2 vur kökdə 5, hətta yenə var. 2-nin kökün daxilində salanda edirmi kökdə 20? Kökdə 2 vur kökdə 10'umuz da var da, düzdürmü? Amma çox uzağa getmirəm, nəyə görə? Zaten kvadratları cəmi 9 eləyən artıq göz önündədir. Biri 2-dir, biri də kökdə 5-dir. Kvadrata yüksəldəndə 4 plus 5 9 edir, düzdürmü? Böyüyü qarşıda yazmaq şərti ilə 1'i kökdə 5 plus 2'nin kvadratı, düzdür, bu plusunda fərq eləmir, amma minusunda fərq eləyir. Ona görə bu cür yadda saxlayın elə. Böyüyü qarşıda yazıraq. 1 eləyir kökdə 5 üzərinə gəl 2 plus kökdə 5 çıx 2. Cavab 2 kökdə 5. Həmin o 2 kökdə 5'in tam hissəsini araşdırırıq. 2 kök altında 5'i 2'ni salsam kökün daxilində kökdə 20 değil mi? Tamı nə verəcək? 20'dən kiçik. 16'dan 4 çıxdığından cavabımız C variantı 4'dür. Çoxhədlinin standart şəklində yazılışında sərbəst həddə 15'dir. Əmsalları cəmi mənfi 2 olarsa AB hasilini tapın. Ümumiyyətcə, verilmiş çoxhədlinin əmsalları cəminin tapılması strategiyası nədir? Dəyişən yerinə 1 yazın, nədirsə o. Birinci, tapaq sərbəst həddini. Sərbəst həddi nə verib? Sərbəst, bir dəqiqə. Sərbəst həddi bizə verib 15'dir deyə. Sərbəst hədd nədir? Bax, yanında x olmayanlar vurdum bir-birinə. 5b vur 1, 15'dirsə. B-imiz oldu 3. İndi əmsalları cəmi deyirdi. Harada x var yerinə 1 yazıram. 1 çıxılsın 3'a, üzərinə gəl. 5 vur 3, vurulsun 1 çıxılsın 4, üzərinə gəl 1, bərabər mənfi 2. Birinci mötərizə eləyir 16 çıxılsın 3'a, ikinci mötərizə eləyir mənfi 2, mənfi 2'yə bərabərdirsə. Hətta sağ solu mənfi 2'yə bölsəm 1'dir, 3a 15'dirsə a 5'dir. Bizdən də soruşur, bu ikisinin hasili AB hasilimiz 3 vur 5, cavabımız 15'dir. A variantı. Çalışma 18. Oturacağının sahası 30 olan düzgün 5 bucaqlı piramidada SO hündürlüyünü verib bizə 8. S, A, B, C, O piramidasının həcmini tapın. Bunun üçün mənə nə lazımdır? A, O, S, B'nin sahası S, A, B, C, O. Bilirik ki, piramidanın həcmi 3'də 1. S oturacaq, vurulsun, H-dır. Bəs düzgünün sahası burada verilibsə bizə və bir bunu bilin ki, düzgün çox bucaqlarda, bu düzgün 5 bucaqlımızdır. Mərkəzi ilə birləşdirdikdə 5 dənə bərabər sahəli 3 bucaq alınır. Hər birinin sahası bir-birinə bərabərdir. Bu S1'dir, S2'dir, S3'dür, S4'dür, S5'dir. S1, S2, S3, S4, S5 bərabərdir ümumi sahənin 5'dən birinə. Mən 30'u bölürəm 5'ə 6. Baxın, bunun da sahası 6'dır, bunun da sahası 6'dır. Burada 2 dənə 3 bucağımız var da, düzdürmü? Böləndə bu cür 2-3 bucağımız var. Bu da 6'dır, bu da 6'dır. Onda o 4 bucaqlının sahası 12'dir.
6 plus 6, 12. Bu da bərabərdir. 3'də 1 vur. Oturacağa yazacaq. 12. Hündürlüyümüz 8'dir. Cevabımız 32'dir. B variantı. Çalışma 19. A nöqtəsi 3 - 2. Bu nöqtənin apsis oxuna nəzərən çevrilməsindən B nöqtəsi əmələ gəlir. O x oxuna nəzərən simmetriyada x qalır, y əksinə çevrilir. Yəni 3, 2. Y bərabər x düz xəttinə nəzərən simmetrik çevrilməsindən 3 - 2-nin y bərabər x düz xəttinə nəzərən simmetriyada çevriləndə y-lə x-in yeri dəyişir. -2, 3. Bizə deyilir, BC parçasının uzunluğunu tapın. Kök altında 3 çıx -2-nin kvadratı, x-lərin 1 çıxıb kvadrata yüksəldirik, plus y-lərin 1 çıxıb kvadrata yüksəldirik. Düsturumuz bu cürdür. x1 çıx, x2-nin kvadratı, plus y2 çıx, y1-in kvadratı. Bu da bərabərdir 25 üzərinə gəl 1. Cavabımız kökdə 26. Y variantı. Çalışma 20. İki tərəfi kökdə 5 və 2 olan üçbucaqlardan sahəsi ən böyük olanın xarici çəkimi çevirən mərkəzindən üçbucağın təpələrinə qədər olan məsafələrin cəmini tapın. Baxın, bu olsun bizim üçbucağımız A, B, C. Bir tərəfi kökdə 5-dir, bir tərəfi 2-dir. Baxın, indi deyəcəyim cümləyə çox diqqətlə qulaq asın ki, bu hissə sizə bir neçə figurda verilər. Misal üçün verilər, hər hansısa bir düzbucaqlı sözü işlədər və yaxud da ki, hər hansı ixtiyari dördbucaqlı sözü işlədər və yaxud da ki, elə üçbucaq sözü işlədər. Sizə deyilsə ki, verilib də iki tərəf, sahəsi ən böyük həmin üçbucaqda. Bax, bu bucaq 90 dərəcə olandadır. Nəyə görə? Üçbucağın sahəsi alfaya görə bu cür tapılırmı? İki tərəf və bucağına görə. AB sinus alfa böl 2. Bu sahə nə zaman ən böyük olar? Verilib, bax, aynen bu konkret verilib. Düzdür? Sinusun böyük qiymətində. Və sinusun böyük qiyməti hansıdır? 1'dir. Bəs biri harda alır? 90 dərəcədə. Alfamız 90 olanda. Bu cürdə təqdim olunlar sizə. Bunu demişkən, yəni bir çərçivədə bunlarda deyirəm ki, qarşınıza çıxanda bu cümlə yadınıza düşsün. Biləsiniz ki, burada bir perpendikularlıqdan söhbət gedir. Baxın, misal üçün deyilər ki, diagonallarından biri rastgələ deyirəm 4, ikincisi 6 olan dördbucaqlının sahəsi ən böyük, misal üçün də olması üçün və yaxud da ki, sahəsi ən böyükdürsə, onun sahəsini tap. Sahəsi ən böyük olan dördbucaqlının sahəsini tap. Bu cür deyər. Biz bilməliyik ki, bu 90 dərəcə olmalıdır. Çünki ixtiyari dördbucaqlı üçün deyirdəyik ki, sinus alfa böl 2 düsturumuz var ki, oradakı yenə deyirdəyik ki, konkret verilib 4, 6. Onda sinusun ən böyük qiyməti 1 olmalıdır ki, bu sahə ən böyüyə çevrilsin. O birdən bunların qarşılıqlı perpendikular olmasından alınır. Onda, baxın, 3 dəqiqə buranı təmizləyək. Bizə deyilirsə ki, iki tərəfi kökdə 5 və 2 olan üçbucaqlardan sahəsi ən böyük olanın, zaten bildik bu düzbucaqlı üçbucaqdır və hətta o kökdə 5-dən ki, burada katetlər rol oynayır. Gedirəm bunun hipotenuzunu tapıram. Nəyə görə? Düzbucaqlı üçbucaqda xaricə çəkilmiş çevirən radiusu hipotenuzun yarısıdır. Və bizə deyir ki, xaricə çəkmiş çevirən mərkəzindən təpə nöqtələrinə qədər məsafələrin cəmini tap. Yəni OA plus OC plus OB. Bu da sizcə elə 3 rol oynayırmı? Çünki çevirən mərkəzini figurun təpə nöqtələri ilə birləşdirən parça radius rol oynayacaqdır. Pifagora görə hipotenuzu araşdırıram. Kökdə 5'in kvadratı plus 2'nin kvadratı. Bu etdi mi? Kökdə 9, yəni 3. Əgər AC 3'dürsə, radius 3'ün yarısı 1,5'dir. Gətirəm, burada 3'ə də vururam. Bu da olur 4,5. A variantı. Çalışma 21. Yan tərəfi 10, oturacağı 12 olan bərabər yanlı üçbucağın şərt verilib, oturacağa çəkilmiş hündürlük ətrafında fırlanmasından əmələ gələn cismin həcmini tapın. Yanlar 10'undur, oturacaq 12'dir ki, bu 10 nöqtəsində yarıya bölünür 6-6. Hündürlük ətrafında fırlanmasından belə bir konus əmələ gəlir. Baxın, bu cür. Belə bir konus əmələ gəlir ki, R burada 6'dır, doğranı
10'dur və belə bir üçbucaqdan hündürlüyünü araşdırıram. Baxın buradan. Zaten əzbərinizdə varsa artıq bildiniz ki, o 8'dir, amma mütləq açıqlaması tələb olunanda o 8'i necə tapdığınızı yazırsınız. Kök altında 10'un kvadratı çıx, 6'nın kvadratı, hətta üçbucaq AB o da. Bu da bərabərdir. Kökdə 100 çıxılsın 36, 64, bu da 8'dir. Bilirik ki, V də bərabər deyilmi? 3'də 1 pi r kvadratı vur, h. Pini də deyib 3 hesabla. Baxın, burada veriləndə pinin qiyməti yerinə yazırıq. R'imiz 6 idi, kvadratı 36, h-ımız da 8'dir. 3'lər ixtisar gedir. O da 288'dir D variantı. Çalışma 22. A verilibdir. Sinus 12, kosinus 12'də B, kosinus 78, sinus 78. Bu vektorların skalyar hasilini soruşur. Düsturumuz necə idi skalyar hasil? x1, x2 plus y1, y2. Bu bərabərdir. Sinus 12 vur, kosinus 78, üzərinə gəl. Kosinus 12 vur, sinus 78. Sizcə toplama düsturları deyilmi? Sinus 12 plus 78. Bu da bərabərdir. Sinus 90 dərəcə. Cavabımız 1'dir. C variantı. Çalışma 23. Perimetri 16 kökdə 6 olan ABCD kvadratında şərt verib bizə. Biraz kiçildək bunu. Deyir, M AD və MCD bucaqları 15'dir. Bu da 15 dərəcədir. Bu da 15 dərəcədir. Burada bilirik ki 90'dırsa, bəs bu bucaq 15, 15, 30, bu bucaq neçə eləyir? 120. Bura 120 dərəcədir. Gətirdim bu C ilə də birləşdirdim. Heç onu tapmasaq da buradan tapardıq. Yəni bunu düz birləşdirək. Bax, bununla da gətirirəm. Bunu birləşdirirəm. Burada düzəldək bunu ki, düz görünsün. Fikir verin, alınımı belə bir üçbucaq. Bilirik ki, kvadratın da diagonal bucağını yarıya bölür. O da 45, 45'dirsə. Baxın, görün, 45'dən 15'in çıxsam bunlara 30-30 qalırmı? Növünə görə bərabər yanlı üçbucaqdır. Birinci perimetrini bərabər etsəm 4 aya, A bərabərdir, 4 kökdə 6'dır. Kvadratın AC diagonalı bərabərdir. Tərəfin kökdə 2 mislinə 4 kökdə altında vururam. Kökdə 2'ye bu da eləyir 8 kökdə 3. Bərabər yanlı üçbucağın təpə bucağı 120 dərəcədirsə, yan tərəf adısa oturacaq onun kökdə 3 mislidir. A kökdə 3'dür. Əgər bura 8 kökdə 3'dürsə, tərəfi tapanda kökdə 3'ə böləcəm. 8 kökdə 3'ü kökdə 3'ə böldükdə cavabımız 8'dir. Bizdən də ayımın uzunluğu soruşulur. Elə 8. Çalışma 24. Vermiş bu bərabərliyi eyniliyə çevirən M və N ədədlərinin cəmini tapın. Gəlin, məxrəcdə olan loqaritmaları yuxarı ataq. Bunda nə alınır? Loqaritma M əsasdan 2 plus loqaritma M əsasdan 3 plus loqaritma M əsasdan 4 və s. plus loqaritma M əsasdan 15 bərabərdir. Loqaritma 27'ində 3'ün kubu yazıram. 2'nin çıxılsın 3 faktorialın mötərizdən kənar kubu. Ki bu 3 ilə bu 3'ü ixtisar apara bilərəm. Gəlin, sol tərəfdəki bu cəmi əsasları eynidir deyə çevirək. Hasilə M əsasdan 2 vur, 3 vur, 4 vur və s. getdi. 15 bərabərdir loqaritma 3 əsasdan 2'nin çıxılsın 3 faktorial. Onda loqaritma M əsasdan bu ilə 15 faktorial edirmi? Bərabərdir loqaritma 3 əsasdan 2'nin çıxılsın 3 faktorial. Onda belə çıxır ki, elə M 3'dür. Baxın, M 3'dür. Həmin 15'də 2'nin çıxılsın 3'dürsə. 2N bərabər 18, N də bərabər 9. Bizdən də M plus N cəmi soruşulur. 3 plus 9, cavabımız 12'dir. Çalışma 25. Ayın ədədi silsiləsinin ilk N ədədinin ədədi ortası N plus 2'dir. Biraz bunu böyüdək. Demək,
İlk n həddinin ədəd ortası nə idi? Yəni A1 plus AN böl 2 vur N ilk n həddinin cəmidir. Ədəd ortası yəni böl N-ə bərabərdir N plus 2-dir. Bunlar gedər. A1 plus AN çarpaz vursam 2N plus 4'dür. Bunu burada saxlayıram. Gedək məndən soruşulana. A4 üzərinə gəl A5 üzərinə gəl A6. Bu bizə 3A5'i verirmi? Necə tapırıq A5'i? İndekslər cəmini toplayın. Bu edir 15. Sayı etibarilə 3 dənədir. Bölünürmü 3'ə? Bölünür. Böləndə 5 dəfə düşür. Yazırıq 3A5. Mənə lazımdır demək A5'i araşdırın. Bəs A5'i mən bu cəmlə necə taparam? N'in yerinə 9 yazsam. A1 plus A9 bərabərdir. Harada N var yerinə 9 yazıram. Plus 4. Bəs bu cəm bizə 2A5 verirmi? İndekslər cəminin yarısı 5 eləyir. Hədd olaraq 2 dənədir. 2A5'imiz 22-dirsə A5'imiz 11'dir. Bu da bərabərdir. 3 vur 11. Cavabımız 33'dür. Çalışma 26. 60 dərəcəli 200'lü bucağın daxili oblastında götürülmüş M nöqtəsindən üzlərə endirilmiş perpendikularlar arasındakı məsafə bizə verilib. Baxın, bu məsafə AB məsafəsi deyək də buna. 5 kök altında 3'dür. Bura 5 kök altında 3'dür. Sonra nə deyir? Bu perpendikularlar kongruentdir. Bu perpendikularlar kongruentdirsə, onda MC tənbölən rol oynayacaqdır. Yəni o 60 yarı bölünəcək. Bu hissəni bir dəfə də başdan olaraq deyirəm. Şəklində hətta bu cür çəkək bir dəfə də. Baxın, bu olsun bizim 60 dərəcəlik həmin 200'lü bucağımız. Daxili oblastında bir nöqtə götürdüm. Üzlərə qədər məsafələr deyəndə də belə bir perpendikularlar yendirdim ki, onu da bizə verib kongruentdir, bərabərdir. Bu M-dir, A-dır, B-dir, burada C-dir. Əgər ki bu ikisini kongruent veribsə, baxın bu xətt ki var, həmin nöqtədən tilə qədər məsafə bizdən soruşulan. O tənbölən rol oynayacaq. O 60 dərəcə yarı bölünür 30-30. Bizə də verib. Baxın bu məsafəni, A-dan B-yə qədər məsafəni. AB məsafəsi 5 kökdə 3'dür. Bəs bu bucaq ACB 60 dərəcədirsə, bucaq AMB 120 dərəcə deyilmi? Bu bucaq 120'dir. Nəyə görə? Çünki növünə görə həmin bu yaşıl 4 bucaqlıdır. Daxili bucaqlarının cəmi 360'dır. 360'ın fikir verin, 90-90. 180'i buradadırsa, bu ikisinin payına qalır 180. Əgər bucaq ki 60'dırsa ümumi, onda M-in payına qalacaq 120 dərəcə. Bəs mənə də bunu 5 kökdə 3 verib axı. Bərabər yanlı təpə bucağı 120 olan 3 bucağın oturacağı yan tərəfin kökdə 3 mislinə bərabərdir. Mən yanı tapacağımsa kökdə 3'ə bölürəm. 5. Burada 5'dir, burada 5'dir. İndi gəlirəm rənglədiyim sarı 3 bucağa baxın. Bu sarı 3 bucaqda məndən tələb olunur CM. Bəs CM 30 dərəcənin qarşısına baxın 5'dir. AM-in 2 misli deyilmi? Çünki 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Hipotenuz 30'un qarşısının 2 mislidir. Cavabımız 10'dur. Çalışma 27. Verilmiş bu funksiyalar üçün uyğunluğu müəyyən edək. Baxıram, söhbət nədən gedir? Cüt funksiyadan, tək funksiyadan, onların simmetrikliyindən. Bir yadımıza salaq. Cüt funksiyalar koordinat, ordinat oxuna nəzərən, yəni OY oxuna nəzərən simmetrikdir. Yadda saxlayaq, tək funksiyalar koordinat başlanğıcına nəzərən simmetrikdir. Hətta bir bunu da deyək, düzdür, burada yoxdur. Tərs funksiyalar y bərabər x düz xəttinə nəzərən simmetrikdir. Sizdən soruşulan bunlar olar. Cütlər ordinat oxuna görə OY-ə, təklər koordinat başlanğıcına görə tərs funksiyalar, bir-birinin tərs olan funksiyalar, y bərabər x düz xəttinə nəzərən simmetrikdir. Bunu silirəm artıq buradan, çünki bu ikisindən söhbət edəcəyik. Demək, x kubu plus 3 funksiyası nə təkdir, nə cütdür. Baxın, tək funksiyalar f-x bərabərdir, -f(x) şərtini ödəyənlərdir. Cüt funksiyalar f-x bərabər fx şərtini ödəyənlərdir. Gördüm ki, çaşıram.
cütü tək müəyyən etməkdə problem yaşayıram. Sizə bir üsul deyim, ondan test tapın. Yerinə, əgər onun təyin oblasti imkan verirsə, yerinə 1 və -1 yazın. İkisində də eyni cavab alındı. Deməli, cüt funksiyadır. Yerinə 1 və -1 yazın. Baxdınız, əks cavablar alındı. Funksiya təkdir. Müxtəlif cavablar alındı. Nə təkdir, nə cüt funksiyadır. Bu strategiyanı tətbiq edin. Fikir verin, x³ plus 3 artıq o koordinat başlanğıcından yuxarı 3 vahid sürüşüb də deyə. Onun faza sürüşməsi vardı. Nə təkdir, nə cüt funksiyadır. Qraf ki, orizant oxuna nəzərən simmetrikdir. Bu cütlərdir və cüt funksiya üçüncüdür. Modul x³ funksiyasıdır ki, bu b idi deyəsən, b idi. Koordinat başlanğıcına nəzərən simmetrikdir. Bunlar da dairəyə alaq. Koordinat başlanğıcına nəzərən simmetrik olan tək funksiyadır ki, o ikincidir. Çünki x təkdir, modul funksiyası cütdür. Təki cütə vurduqda funksiya tək funksiyadır ki, bu c buna aiddir. Cüt funksiya olan 3-dədir, tək funksiya olan 2-dədir. 1a-dır, 2c-b'dir, 3b-d'dir. Çalışma 28. O nöqtəsində olan iki konsentrik çevrənin əmələ gətirdiyi halqanın sahəsi 25 pidir. Böyük çevrənin AB vətəri ilə kiçik çevrənin M nöqtəsinə toxunur. Bu vətərin uzunluğunu tapın. Əslində düsturumuz elə budur. AB kvadratı böl 4pi. Birbaşa yazsaq 25 piyə bərabərdirsə, sağlı sollu pilər getsə AB kvadratı 100-dür. AB də bərabərdir 10-dur. Və ya ispat eləsək ki, niyə oydu? Gətirib bu cür birləşdirərəm. Sizcə bura MB AB böl 2, bura kiçik yer, bura böyük yer deyilmi? Dairə halqasının sahəsi necə hesablanır? Pi böyük yer kvadratı çıx, pi kiçik yer kvadratı. Yəni bu cürdür. Bəs Pifagoru tətbiq etsəm, bu ştrixlədiyim üçbucağa AB kvadratı bölünsün 4 bərabər deyilmi? Böyük yer kvadratı çıx, kiçik yer kvadratı. Bax, bunun yerinə AB kvadratı böl 4 yazsam alınır bu ifadə. Yəni yekunda cavabımız 10-dur. Çalışma 29. A qutusunda 3 ağ, 6 qara. B qutusunda 5 ağ, 4 qara kürəcik var. Qutuların hər ikisindən eyni anda təsadüfən 2 kürəciyi neçə üsulla çıxarmaq olar ki, çıxarılan 4 kürəciyin 4'ü də eyni rəngli olsun. Onda yenə burada bir alternativlik vardır deyə bir toplamaya da müraciət eləyəcəyik. Çünki ya ola bilər ki, ya ikisi A'dan ağ olsun, ikisi B'dən ağ olsun və ya ikisi A'dan qara olsun, ikisi də B'dən qara olsun. İki versiya mümkündür. Onda bu cür olacaq. Kombinezon. Əgər üçündən ikisini seçsəm A'dan, 5-dən də ikisini B'dən seçim edəcəm və ya, yəni plus, kombinezon 6-sından ikisini seçəcəm A'dan, 4-dən ikisini seçəcəm B'dən. Bu da bərabərdir. Kombinezon 3-dən 2 3'dür, 5-dən 2 10'dur, plus 6-dan 2 15'dir, 4'dən 2 6'dır. Burada plus yazdım. Vur. 3 vur. Yəni 30 üzərinə gəl 90, cavabımız 120. Kimlər də ki bilmirsə ki, bunu bilməlisiniz artıq. Kombinezon n-dən k nədir? N faktorial böl k faktorial vurulsun, n çıxılsın k faktorial. Yəni kombinezon 3-dən 2, 3 faktorial böl 2 faktorial vur, 1 faktorial, bu ilə 3'dür. Kombinezon 5'dən 2, 5 faktorial böl 2 faktorial vur, 3 faktorial, bu 10'dur. Kombinezon 6'dan 2, 6 faktorial böl 2 faktorial vur, ikisinin fərqi faktorial. 4'dən 6 gedəndə 5 vur, 6 böl 2, bu 15'dir. Və kombinezon 4'dən 2, 4 faktorial böl 2 faktorial vur, 2 faktorial, bu da 6'dır. Cavabımız 120'dir yekunda. Çalışma 30. Deyilir ki, M və N mərkəzli çevrələr bir-birinə xaricdən toxunurlar. D düz xəttdə bu çevrələri A və B nöqtələrində toxunur. AB parçasının uzunluğunun digər çevrələrin radiuslarının həndəsi ortasının 2 misli olduğunu ispat edin.
Necə isbat edək? Baxın, A ilə M-i, M ilə N-i gətirərəm. N-lə də B-ni birləşdirərəm. Fikir verdiniz, burada alındı belə bir düzbucaqlı trapeziya. Toxunma nöqtəsinə çəkilən radius toxunana perpendikulardır. Bu kiçik yerimizdə, bu böyük yerimizdə. Bu da böyük yer plus kiçik yer deyil. Yəni AM böyük yerdə, BN kiçik yerdə, MN böyük yer plus kiçik yerdə. Gətirib M-dən N-dən AM-ə belə bir perpendikular yendir. Bura bir K yazsam. Sizcə AK ilə BN, yəni R deyilmi? Onda KM bərabərdir AM çıx AK, yəni böyük yer çıxılsın kiçik yerdə. Baxın, bu hissədə bura böyük yer çıxılsın kiçik yerdə. Baxın, rəngləyə bilirəmmi bunu? Mavi üçbucağın üstündə işləyəcəyik. Üçbucaq KN-M-də. KN elə özü AB-nin uzunluğuna bərabərdir. Kök altında M-nin kvadratı çıxılsın, MK-nın kvadratı. Yəni, kök altında böyük yer üzərinə gəl, kiçik yerin kvadratı, çıx, böyük yer çıxılsın, kiçik yerin kvadratı. Bu bərabər kökdə böyük yer kvadratı plus 2 böyük yer kiçik yer plus kiçik yerin kvadratı, çıx, qarşıdakı çıxmanı nəzərə alaq. 2 böyük yer kiçik yer, çıx, kiçik yerin kvadratı, bu da bərabərdir. R kvadratları, bunlar və kiçiklərdə gedir, geriyə qalır 4, kiçik yer, böyük yer, yəni 2 kökdə böyük yer, kiçik yer. Bizə ispat elədik ki, doğrudan da həmin bu AB radiusların həndəsi ortasının 2 mislinə bərabərdir. Bununla da biz sizinlə 2024 nəşrlərindən, DİM nəşrlərindən 20 sınaq birinci qruplar üçün kitabın 13-cü sınaq imtahanının suallarını, izahlarını yekunlaşdırdıq. Hələlik bu qədər. Gələn videolarda görüşərik. Sağ olun.